Bakıda keçirilən D8 media forumu 2 milyarddan çox insanın yaşadığı ölkələri informasiya əməkdaşlığı ətrafında bir araya gətirib. Forumda media əlaqələrinin gücləndirilməsi, üzv dövlətlər arasında daha effektiv kommunikasiya və vahid informasiya mühitinin formalaşdırılması müzakirə olunub. Tədbirin regional əhəmiyyəti barədə isə növbəti süjetdə danışacağıq. D8 İslam dünyasının iqtisadi əməkdaşlıq təşkilatı olmaqla yanaşı ümumilikdə 2 milyarddan artıq əhalini birləşdirən geniş coğrafiyanı əhatə edir. Bu platformada media sayəsində əməkdaşlığın gücləndirilməsi, üzv ölkələr arasında informasiya axınının daha koordinasiyalı qurulmasına, gündəmin vahid şəkildə formalaşmasına və qarşılıqlı etimadın artmasına xidmət edir. Millət vəkili Elçin Mirzəbəyli deyir ki, Azərbaycanın bu təşkilata yeni qoşulmasına baxmayaraq, ölkəmizin yanaşması çevik və məqsəd yönlü siyasət prinsiplərinə əsaslanır. Hal-hazırda daha çox müsəlman ölkələri İslamofobiya, ksenofobiya zəminində ən müxtəlif mərkəzlərdən idarə olunan təzyiqlərə məruz qalırlar. Müxtəlif sosial şəbəkələrdə, həmçinin transmilli media resurslarında müsəlman ölkələrinə qarşı həqiqətə uyğun gəlməyən məlumatlar yayılır və belə bir zaman kəsiyində vahid informasiya məkanı formalaşdırmaq, məkanın qorunması istiqamətində addımlar atmaq, ortaq dəyərləri təbliğ etmək və qorumaq nəticə etibarilə üzv ölkələrin hər birinin marağındadır. Ortaq media platformalarının yaradılması bu dövlətlərin beynəlxalq informasiya məkanında daha güclü və koordinasiyalı şəkildə təmsil olunmasına imkan verir. Media qurumları arasında əlaqələrin genişlənməsi isə yalnız informasiya mübadiləsini sürətləndirmir, həm də üzv ölkələrin iqtisadi və siyasi gündəliklərinin daha aydın şəkildə çatdırılmasına şərait yaradır. Ən müxtəlif istiqamətlərdə əlaqələrimizi davam etdiririk, amma İslam təsisatları çərçivəsində, o cümlədən İslam əməkdaşlıq konfransı çərçivəsində, D8 çərçivəsində sırf iqtisadi kontekstdən əməkdaşlıq nəzərdə tutulub. Bu baxımdan bu təşkilat çərçivəsində ölkəmizin fəallığı da ilkin növbədə Azərbaycanın iqtisadi əlaqələrinin genişləndirilməsinə xidmət edir və iqtisadi sahədə diversifikasiyanın baş verməsi, yəni şaxələndirilməsinin baş verməsi ölkənin birinci növbədə ixrac gücünün artırılmasına zəmin yaradır. Beləliklə, D8 media forumu üzv ölkələrin informasiya sahəsində birgə fəaliyyətini gücləndirməyinə yanaşı, onların beynəlxalq media məkanında daha koordinasiyalı mövqeyinin formalaşmasına imkan yaradır. Azərbaycanın bu platformadakı fəallığı isə ölkənin həm iqtisadi, həm də kommunikasiya istiqamətində çox vektorlu siyasətini daha geniş coğrafiyada nümayiş etdirməsinə xidmət edir. Fidan Səfər, Nadir Cəlilov, Space xəbər.